Xoş gördük hər birinizi. Yenə sizin görüşünüzdəyik. İnsan nə qədər var, problemlər var. Amma inşallah ki, o problemlər olsun ki, onları həll edə bilək. Yəni, gücümüz çatan bir şey olsun, gücümüz çatan məsləhət olsun. Məsələn, çox soruşulan suallardan botoks haqqında danışmışıq, amma məsələn, sual verirlər ki, botoks etdirmək həmişə ya imkan çatmır və yaxud da ki, qorxuruq inyeksiyalardan. Onu təbbi vasitələrlə nə cür əvəz eləmək olar? Yəni, düzü tam əvəz etmək olmur botoks prosedurunu, amma kömək eləmək olar. Ən sadə variantını sizə deyəcəm. Yumurtanın ağı çox ucuz, hər yerdə tapmaq olur. Onu çoxlu qarışdırırsınız, hətta mikserlə qarışdırırsınız və o qədər qarışdırırsınız ki, köpüklənir. Həmən o köpüyü bir çay qaşığı limon əlavə edib həftədə 2 dəfə üzü təmiz üzə çəkirsiniz, yəni üzü yuyandan sonra 20 dəqiqə qalır. Amma həmən bu 20 dəqiqəni sakit uzanın. Yəni mimik əzələlər oynamasın, danışmayın, emosional bir sürü hərəkətlər etməyin, sonra ilıq suyla yuyun. Həftə 2 dəfə bunu etməklə zamanla siz həmən o mimik qırışların yoxa çıxdığını, artıq dərin qırışların da azaldığını görəcəksiniz. Həmişə gözəl olmağınızı arzu edirəm. Sağ olun.